10-cu fəsil Əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları. Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları. Əmək müqaviləsinə yalnız bu məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır. A. Tərəflərdən birinin təşəbbüsü. B. Əmək müqaviləsi müddətinin qurtarması. C. Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi. Ç. Müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar bu məcəllənin 63-cü maddəsinin 2-ci hissəsinə göstərilən işçilər. D. Tərəflərin iradəsindən asılı olmayan hallar. E. Tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Maddə 69. Əmək müqaviləsində işçinin təşəbbüsü ilə xitam verilməsi. İşçi bir təqvim ayı qabaqcadan işə götürəni yazılı, kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsinə xitam verə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işə götürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işə götürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı, kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə razılıq olduqda, seksual qısnamaya məruz qaldıqda, ərizəsində göstərdiyi gün əmək müqaviləsinə xitam verilə bilər. Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda xidmət keçən, yaxud müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan, qurum tərəfindən xaricdə beynəlxalq təşkilatın orqanına işləməyə göndərilən diplomatik xidmət orqanı əməkdaşının, dövlət orqanında, dövlətin adından yaradılan publik hüquqi şəxsdə, dövlət mülkiyyətində olan və paylarının, səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxsdə və büdcə təşkilatında təyinatlı vəzifədə peşədə işləyən arvadının, ərinin ərizəsində göstərdiyi gün onun əmək müqaviləsinə xitam verilə bilər. Əmək müqaviləsinə xitam vermək barədə ərizə vermiş və ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyən işçi, xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işə götürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsinə xitam verilə bilməz. Bu şərtlə ki, işə götürən həmin vəzifəyə, peşəyə yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı, kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsinə bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla xitam verildikdən sonra, işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinə xitam verilməsinə yol verilmir. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinə xitam verilməsi xahişi ilə işə götürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinə xitam verilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işə götürənə yazılı, kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir. İşə götürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsinə xitam verməyə onu məcbur etmək qadağandır. Maddə 70. İşə götürən tərəfindən əmək müqaviləsinə xitam verilməsinin əsasları. Əmək müqaviləsinə işə götürən tərəfindən aşağıdakı əsaslarla xitam verilə bilər. A. Müəssisə ləğv edildikdə və ya fiziki şəxs olan işə götürənin fəaliyyətinə xitam verildikdə. B. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə. C. Peşəkarlıq səviyyəsinin, ixtisasının, peşəsinin kifayət dərəcədə olmadığına görə işçini tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə. Ç. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda. D. Sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda. E. Dövlət büdcəsinə maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.
Qeyd: Bu maddənin C bəndində səlahiyyətli orqan dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində, ümumi təhsil üzrə təhsil verənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində işləyən təhsil verənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan, qurum başa düşülməlidir. İşçilərin attestasiyası bu məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Maddə 71. Əmək müqaviləsinə işə götürən tərəfindən xitam verilərkən görülən tədbirlər. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən, işə götürən bu məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Bu məcəllənin 70-ci maddəsinin Ç bəndində nəzərdə tutulan əsasla, əmək müqaviləsinə xitam verilməsinə bu şərtlə yol verilir ki, İşçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu, öhdəliklərini yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işə götürənin, habelə əmək kollektivinin, onun ayrı-ayrı üzvlərinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşə götürən bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinə xitam verilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. A. Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olmaqla, heç bir üzürdü səbəb olmadan bütün iş günü işə gəlməməsi. B. Alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması. C. Təqsirli hərəkətləri, hərəkətsizliyi nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması. Ç. Təqsirli hərəkətləri, hərəkətsizliyi nəticəsində əmək mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması. D. Dövlət, kommersiya və ya vergi sirrinin yayılması və ya bu sirrin saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi. E. Əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işə götürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi. Ə. Əmək funksiyasını pozduğuna görə əvvəllər işə götürən tərəfindən verilmiş intizam tənbihindən nəticə çıxarmayaraq 6 ay ərzində təkrarən əmək funksiyasını pozması. F. İş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai təhlükəli əməllərə yol verməsi. G. Fərdi məlumatlar haqqında Azərbaycan Respublikasının qanununa əsasən konfidensial hesab edilən xüsusi kateqoriyalı fərdi məlumatların yayılması. Maddə 73. Müddətli əmək müqaviləsinə xitam verilməsi. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış, tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada, kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsinə göstərilən müddətə uzadılır və ya bu məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. İşçinin müəyyən üzürlü səbəbdən xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlanıldığı hallarda, iş yerində olmadığı dövrdə, müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işə götürən tərəfindən xitam verilə bilər. Maddə 74. Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları. Tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə aşağıdakı hallarda xitam verilir. A. İşçi hərbi və ya alternativ xidmətə çağırıldıqda. B. Əvvəllər müvafiq işdə vəzifədə çalışan işçinin işinə, vəzifəsinə bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi qərarı olduqda.
C. Qanunla daha uzun müddət müəyyən edilməmişdirsə, əmək qabiliyyətinin fasiləsiz olaraq 6 aydan çox müddətə davamlı itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə və fərdi reabilitasiya proqramına uyğun olaraq iş yerinin uyğunlaşdırılması və ya yüngül işə keçirilməsi mümkün olmadıqda. Ç. İşçini nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə. D. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə işçinin fəaliyyət qabiliyyətsizliyi təsdiq edildikdə. E. İşçi vəfat etdikdə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə. Əvvəllər həmin müəssisədə və ya fiziki şəxs olan işə götürənin yaratdığı iş yerində çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə vəzifəsinə qayıtmaq hüququndan istifadə etdikdə. F. Qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilmiş şəxslə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsinin bağlandığı aşkar edildikdə. Aşağıdakı hallar fiziki şəxs olan işə götürənlə bağlanmış əmək müqaviləsinə, işçinin əmək qanunvericiliyinə əməl olunmasına, dövlət nəzarətini həyata keçirən orqana müraciət əsasında xitam verilmiş hesab edilməsi üçün əsasdır. 1. Fiziki şəxs olan işə götürən vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə. 2. Fiziki şəxs olan işə götürən barəsində məhkəmə tərəfindən həbs qəti imkan tədbiri seçildikdə, yaxud o məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə azadlıqdan məhrum edildikdə. 3. Fiziki şəxs olan işə götürən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxs hesab edildikdə. 4. Azərbaycan Respublikasının mülki prosessual və Azərbaycan Respublikasının cinayət prosessual məcəllələrinə uyğun olaraq fiziki şəxs olan işə götürənin axtarışı elan olunduqda. 5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq əcnəbi və vətəndaşlığı olmayan işə götürən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılma tətbiq edildikdə. Bu məcəllənin 74-cü maddəsinin 1-1-ci hissəsinə uyğun olaraq əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi, əmək münasibətlərinin iştirakçılarını, habelə vəfat etmiş fiziki şəxs olan işə götürənin vərəsələrini miras payı həddində əmək qanunvericiliyi ilə müəyyən edilmiş öhdəliklərin icrasından azad etmir. Qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunarsa, işinə, vəzifəsinə bərpa edilməsi haqqında qətnamə qərar qəbul edilərsə, onda işə götürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi qərarı dərhal icra edilərək o əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə işə bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu maddənin 1-ci hissəsinin B bəndinə əsasən xitam verilə bilər. Bu maddənin 1-ci hissəsinin C bəndinə əsasən əmək müqaviləsinə xitam verilərkən işə götürən əlilliyi müəyyən edilmiş işçinin fərdi reabilitasiya proqramına uyğun olaraq iş yerinin uyğunlaşdırılmasının və ya yüngül işə keçirilməsinin mümkün olmamasını əsaslandırmalıdır. Qeyd: Əmək qabiliyyətinin davamlı itirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın, qurumun rəyi ilə müəyyən edilir. Əmək qabiliyyətinin davamlı itirilməsi dedikdə, icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın, qurumun qərarı ilə işçiyə onun orqanizminin funksiyalarının pozulması faizinə uyğun əlillik müəyyən edilməklə ən az 1 il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülməlidir. Əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işə götürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Əlillik müəyyən edilmədən orqanizmin funksiyaları qismən pozulmuş işçilərin əmək funksiyasını davam etdirməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın, qurumun rəyi nəzərə alınır. Maddə 75. Əmək müqaviləsində nəzərdə tutulan hallarda ona xitam verilməsinin tənzimlənməsi. Tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu məcəllədə nəzərdə tutulan hallardan fərqli olan əlavə hallarını müəyyən edə bilərlər.
Əmək müqaviləsinə ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər. B. Səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə, peşədə çalışması, sağlamlığı üçün təhlükəli olduğu barədə tibb müəssisəsinin müvafiq rəyinə görə, C. Əmək funksiyasının müəyyən müddətdə icrası zamanı müvafiq iş yerində peşə xəstəliyinə tutulmanın yüksək ehtimalı olduğu halda, C. İşin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işə götürən yazılı formada, kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə məcburi öhdəlik götürdükdə, D. Bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar. Tərəflər əmək münasibətlərinin gələcəkdə daha dolğun tənzimlənməsini təmin etmək məqsədi ilə bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallardan işçinin əmək şəraitinə uyğun olanı əmək müqaviləsinə hökmən daxil etməlidirlər. Əmək müqaviləsinə ona xitam verilməsi barədə tərəflərin nəzərdə tutduqları hallar bu məcəllənin ikinci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş işçinin və işəgötürənin hüquqlarının təminatı prinsiplərinə zidd olmamalıdır. Əmək müqaviləsinə xitam verilməsinə dair tərəflər onların şərəf və ləyaqətini alçaldan, bu məcəllədə nəzərdə tutulan hüquqlarını məhdudlaşdırmağa yönəldilən şərtlər müəyyən edə bilməzlər. Maddə 76. Əmək müqaviləsinə xitam verilməsini məhdudlaşdıran şərtlər. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrinə nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinə xitam verilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.